Adalet dünyasında ne ışık pulu olacak ne adalet dünyasında her şey yolunu tutacak. Bak, elə burada deyək. Haradır Lənkəran. O Lənkəran'da da eləmi bu pixuazat bitən, mandalinzat bitən yer. Bizim o günü getmişdim dədəm evinə. Evin son beşiği kardeşimin yoldaşı xəstəydi, onun ziyarətinə getmişdim. Bir dəfə də mənə zəng elədi ki, əl borcu deyirəm, axı sən də məndən barabar pensiya alırsan. Dedi ki, yazmayın, xahiş edirəm, maraqlı bir söhbət var. Sadəcə dinləyin. Dedim, neynirsən pulu, bəs sən də məndən barabar pensiya alırsan, dedi, kredit götürmüşəm, faiz. Deyirəm, neynirsən sən faizi bu yaşda, bu başda, məndən yaşıddır, 73 yaşı var. Deyirəm, sənə yaxşı, faiz veriflər bunu, sən kim verif? Dedi, hə, lazım idi. Nəyə? Qudasını Lənkəranda şofer kimi gedib, arendaya bir Ford maşın götürüb, burada 2 müştəri götürüb, gedib Lənkərana feyxua, mandalin almağa 7 ay bundan öncə. Bu 2 nəfər ki, bura müştəri götürüb, bunların da niyyətləri başqaymış. Adam anlamayıb bunu. Bunları orada düşürüb, özü bazarlığa. Bunlar ayrı bazarlıq etməyə gedib, bu da öz bazarlığını edib, buradan borç götürüb ki, biz də gözləyirdik ki, feyxuazat gələcək, ondan alarıq da, kənardan gedib almayaq. Adam maşını polunu doldurur, feyxuadır, mandalindir, mandalin ağacı zat, indi bunu qızı danışır mənə. Bura qeyd eləmişəm, buradan oxuyuram sizə. Deyir ki, bu da bunları alıb, yığıb, maşını doldurur, borç götürür, xaladan, yəni kasıb adamdır, maşını da arendaya götürülür, Ford ağ maşındır. 2 nəfər də müştəri ilə gedib, maşını doldurur. Müştərilər tutulur. Nə qələt eləyiblər orada, o qıt tapılan şeylərin alüdəkisi olublar, onun alverçisi olublarmış, onlar tutulublar. Onlar tutulub, bu adam da nəsə orada qarışıqlıq olub, bu da maşını gəlib yanına ki, doldurub, indi görün onları gözləyir ki, gəlsin, adamları götürsün, geri gəlsin. Və nə alacaqlar, nə qoyacaqlar, onlar da malını qoysun, gedək. Bunu polis saxlayır. Ki, bəs kim, niyə buradasan, deyib, filan kəsləri gözləyirəm, gəlsin, gedəcəm. Filan kəsləri, bunu da barıblar polis idarəsinə. Uzun sözün qısası, 7 aydır, noyabr ayının 28-dən. Rəhimov Məhərrəm Rızaoğlu. Orada saxlanır. Lirik rayon polis şöbəsinin müstəntiqi Məmmədov Haldun Hikmətoğlu. 7 aydır bu adam orada saxlayır ki, öncə 45.000 pul istənilib ki, bu qutarsın da burada. Bunun üçün ki, orada hiçbir şey yoxdur, amma saxlanılır. Sauçəsinik kimi gedir, aparıb bu maşını. Bu nə bilsin, bu nə niyyətə gedir. Uzun sözün qısası, maşını bir təri 1000 manata qədər borca xərci gediblər, kreditlə zatla.
Burada mənə də elə bil əziyyət gəlir. Mən indi öz pensiyamdan ayırıb atam evinin gəlinə biraz nəsə verməliyəm ki, dolansın. Çünki o kreditə verir, faizə. Bankdan götürülən pula pensiyasından, qudasıyla bərabər ora pul verirlər ki, krediti bağlasınlar. Hər ay evində əziyyət çəkirmi? Bu da mənə borca gəlir. Mən də əziyyət çəkirəmmi? Ay Məmmədov, Haldun Hikmətoğlu, sən hörmətli olasan, bu aldıqlarını belə doyar yiyəsə, Allah Teala'dan diləyirəm gözünüzü doydursun. Burada bu insanlar nə əziyyət çəkir, anlamırsınız, onu anladıram, onu eşitdirirəm sizə. Lerik rayonunda oturur bu adam. Lerik rayon polis şöbəsinin müstəntiqidir. Nə tutmur, nə bırakmır. İndi bunu mən qınamıram. Allah bunun simasında çətinliklərlə bizim qudanı sınağa çəkib imtihan edir. Ola bilsin ki, hardasa bu adamın qınağı olub, ola bilsin ki, kiməsə pis baxıb, ola bilsin kimisə pis deyib, cəzası da bu olub. İndi mən bilmirəm, mən sadəcə eşitdirirəm. Mən qınamıram heç kimi, heç kimin ətənəyə qalxmıram ki, yaşamayım, dadmayım. Yetər, doymuşam. İndi bu Məmmədov Haldun Hikmət oğlu müstəntiq. 7 aydır bunlar borç, xərc, sürünürlər, ora git, buna bazarı apar, orada bunu nəylə sədəndir, yemək zat, belə paltar zat, yaşlı da adamdır, 75 yaşı var kişinin də, deyir, ölmək istəyirəm tadı, ya tutun aparın elə basında çıxın gedim. Bax, ədalət dünyası qurulanda bunlar olmayacaq. Kamila xanım. Deyirsən, ışıq, qaz, pulu az olmayacaq, yəni evlərin evi, yəni isinəcək. Bax, bu müstəntiqlərin də Allah Teala gözünü doyduracaq. Qəlbinə ədalət hissi salacaq. Bax, bu insanları əziyyət çəkməməsi üçün. Amin. Bax, bunu mən bugün işıqlandırmalıydım. Bayaqdan da qəlbimdə söhbət gedir. Tütüm istəyirsən deyək, istəmirsən deməyək. Yüz arada söhbət də getdi. Bu arada qəlbimdən, sizdən də söhbət elədim, qəlbimdən də söhbət elədim. Sənin fikrinə bunu əlavə elədim. Bəli. Rəbbimdən yenə deyirəm, Lənkəranda, Lerik rayonunda oturan bu polis, təkrar edirəm bunun adını, şöbəsinin müstəntiqi Məmmədov Haldun Hikmətoğlu. Rəbbimdən diləyirəm, gözləriniz doysun. Bu cəmaata əziyyət verməyəsiniz, imanınız ləkəsizləşsin, rəhimdən sizə Allah tərəfindən pay lütf olunsun. Amin. Var olasınız. Belə.